Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün sizlərlə MİQ imtahanına hazırlaşan müəllimlər üçün hazırladığımız sınavın izahına baxacağıq. Deməli, sadəcə müəyyən hissələrə bölüb bu şəkildə izahlar verəcəm suallara. Başlayaq. 12-ci sualda nə deyir bizə? Hemofiliya və rəng korluğu X xromosomunun Y xromosomu ilə homoloq olmayan hissəsində daşınan resessiv genlər tərəfindən idarə olunur, deyir və aşağıdakı nəsil ağacında bu iki xüsusiyyət baxımından bəzi fərdlərin fenotipləri fərqli simvollar ilə ifadə edilərək göstərilmişdir. Tamam. Ə, Nəsil ağacımız buradadır. Simvolların izahı göstərilmişdir bizə və deyir, buna görə nəsil ağacındakı nömrələnmiş fərdlərdən hansılarının əmələ gəlməsində crossover-in baş verməsi mütləqdir, deyir. Tamam. Mən ilk öncə nə edəcəm? Bunların genotiplərini təyin etməyə çalışacağam, nəsil ağacındakı fərdlərin. Bir nömrəli fərdim yan cizgilər verilibdir. Yan cizgi nədir? Rəng koru. Rəng koru deməkdir. Bu zaman mən bunun genotipini yazaram. X böyük H kiçik D şəklində və Y. Yəni erkək bu genotipdə olmuş olacaq. Daha sonra baxıram, bu fərdin dişi ilə çarpazlaşması zamanı aşağıdakı 2 nömrəli fərdim əmələ gəlmişdir. Və içərisi rənglənməyən digər fərdlər, erkək və dişilər əmələ gəlmişdir. Bu zaman nağda 2-nin genotipini bilirəm, yazaq. Baxaq görək nədir. Dikey cizgilər verilmişdir. Dik cizgilər nəyə işarə edir? Hemofiliya xəstəsi anlamına gəlir. Bu hemofiliya xəstəsidirsə, bu zaman bunu mən yazaram X kiçik H böyükdür və Y şəklində. X kiçik H mənim bu fərdimdə yoxdursa, demək ki, nədir? Anada olmuş olacaqdır. Demək ki, ana tam sağlam yox, nə olacaq? Daşıyıcı olmuş olacaqdır. Və bu zaman yazaram mən ananı X böyük H böyük D şəklində və X kiçik H böyük D şəklində yazmış olaram. Sonra baxaq növbəti fərdlərə. Növbəti fərdlərə baxdığımız zaman nə görəcəm? İçərisi boş olanlar. Sağlam erkək göstərmişdir mənə. Mən bunu X böyük H böyük D şəklində, X, daha doğrusu Y şəklində göstərmiş olaram. 3 nömrəli fərdim genotipi nağdı bilinir. Nədir? Həm hemofiliyadır, həm də rəng korudur. X kiçik H D və Y şəklində göstərmiş olacam. X kiçik H D Y şəklində göstərmiş olacam. Daha sonra altda 4, 5, 6 nömrəli fərdlər və içərisi rənglənməyən fərdlər əmələ gəlib. 3 nömrəli fərdin yanındakı dişi fərdin genotipini nəyə görə yazmadım? Çünki bu valideynlərin çarpazlaşması nəticəsində əmələ gələn dişi 2 fərqli genotipdə olmuş ola bilər. İndi izah etdikcə daha yaxşı anlayacaqsınız. Altdakı 4, 5, 6 nömrəli və içərisi rənglənməyən fərdlərin genotipini yazaq. Yan cizgi görürəm, demək ki, bu rəng korudur, erkəkdir. X deməli, böyük H kiçikdir. Y şəklində yazacağam. Bu da erkəkdir. Həm rəng korudur, həm hemofiliyadır. O zaman X kiçik H kiçikdir. Y şəklində yazaram. 6 nömrəli nədir? Dişidir. Həm rəng korudur, həm hemofiliyadır. X kiçik H kiçikdir. X kiçik H kiçik D şəklində göstərərəm bunu da. Sonra sondakı erkək nədir? Sağlamdır. X böyük H böyükdir. Y şəklində də bunu göstərmiş olacaq. Daha sonra bu fərdlərin, bu valideynlərin bir-biri ilə çarpazlaşması zamanı baxaq. Bu içərisi rənglənməyən fərd hansı genotiplərdə əmələ gələ bilər? Çarpazlaşma zamanı baxaq görək. X böyük H dişi olduğu üçün sadəcə X-lərin qovuşmasını yazacağam mən burada. X böyük H böyük deyil. Sonra buradan da digər X nə olacaq? X böyük H kiçikdir. X böyük H kiçikdir şəklində olmuş olacaq. Daha sonra
ikinci tərəfi, yəni x kiçik h böyük d-ni çarpazlaşdırsam x böyük h kiçik d-lə. Buradan əmələ gələcək nə? X kiçik h böyük d, x böyük h kiçik d şəklində fərqlər əmələ gəlmiş olacaq. İndi bunun ilk tərəfini bununla çarpazlaşdıraq, baxaq görək sonda əmələ gələn fərqlərdən varmı deyə. Bu çarpazlaşma zamanı aşağıdakı fərqlər əmələ gələcək. Yazaq bunları da. X böyük H böyükdür. X kiçik H kiçikdir. Sonra X böyük H böyükdür. Bir dəfə də Y ilə birləşdirəcəm. Olacaq Y. Daha sonra bunun ikinci tərəfini çarpazlaşdıracağım. X böyük H kiçikdir. X kiçik h kiçikdir. Bir dəfə də bunu bu y ilə çarpazlaşdıracağam. Alacam nə? X böyük h kiçikdir. Yanına da y. Bu şəkildə. Və alınan fərdlərə baxıram. 4 cür fərdim əmələ gəlibdir. Bunu bu şəkildə bölsəm. 4 cür fərdim əmələ gəlibdir. Bu 4 fərdin aşağıdakı fərdlərdən hansına uyğun gəlib gəlmədiyinə baxacaq. Deməli, birinci erkəklərə baxaq. X böyük HD, Y. Mən görə bilirəmmi bunu? Görə bilirəm. Deməli, bu əmələ gələn zaman crossover baş verməmiş olacaqdır. Növbəti 6 nömrəli fərd dişidir. Tamam, bunu saxlayaq. Erkəklərə baxaq. Erkəklərdən 4 nömrəli X böyük H kiçikdir, Y. X böyük H kiçikdir, Y. Bunu da gördüm. Demək ki, nədir? 4 nömrəli fərdimin də yaranması crossing oversiz baş verə bilirmiş. Sonra baxaq 5 və 6-ya, daha doğrusu 6 nömrəliyə. Tamam, 5 nömrəli fərddə x kiçik h kiçikdir, y, x kiçik h kiçikdir, y-i görürəmmi erkəklərdə? Görmürəm. Ona görə deyəcəm ki, 5 nömrəli fərdim crossing over nəticəsində əmələ gəlmiş olacaq. Deməli, oldu 5. Bir də 6 nömrəli fərdə baxaq. Dişidir. Dişilərin içərisində x kiçik h kiçikdir, x kiçik h kiçikdir varmı? Baxıram, yoxdur. Heç birində bu genotip olmayacaq. Deməli, mənim 6 nömrəli fərdim də nədir? Crossing over nəticəsində əmələ gəlmiş olacaq. Elə buradan açıq, aydın cavabımız çıxdığına görə daha digərlərinə baxmırıq. Belə, bu testimizin izahı bu şəkildə idi. Cavab Y variantı 5 və 6 olmuş olacaq. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.